Hər hansı bir kişi bu dörd şeyə düçar olarsa, qorxsun ki, həyat yoldaşının gözündən düşəcək. Birincisi, həyat yoldaşını aldatarsa və bunu zövcəsi kəşf eləyərsə, kişi onun gözündən düşər. İkinci səbəb, kişi zövcəsini davamlı şəkildə tənqid etməsi. Yəni, zövcə ona yemək də bişirsə, onun üçün bəzənib düzənsə də, onun üçün ən gözəl paltarları geyinsə də, heç bir türlü əsla ondan razı olduğunu bildirmir. Üçüncüsü, etdiyi yanlışları boynuna almaması. Yanlış da olsa, doğru da olsa, özünü davamlı şəkildə təmizə çıxartmağa çalışması. Dördüncü və bu da ən təhlükəli səbəblərdən biridir ki, kişini qadının gözündən salır, başqa qadınlara meyilli olması. Yəni, gülürsə başqa qadınlara gülür, təbəssüm eləyirsə onlara təbəssüm eləyir, əxlaqı varsa da başqa